Keçmişin izləri, Qərbi Azərbaycan adət və ənənələri, Qərbi Azərbaycanın mədəni izlərini daşıyan insanların xatirələrinə səfər edən video məzmun layihəsidir. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir və videoda səsləndirilən fikirlərə görə Gənclər Fondu məsuliyyət daşımır. Layihə rəhbəri Müşfiq Mehdizadə. Adım Məmmədova Tamara Şükür qızı. 1957-ci təvəllüdəm. Ardanış kəndində anadan olmuşam. Vəziyyətimiz orada bizim çox yaxşı olub. Hal-hazırda da yaxşıyıq, min şükür Allaha. Bizcə barışıqlıq ola, yəni öz yerimizə, vətənimizə gedək, sevinək. Doğulduğunuz ev yadınıza gəlirmi? Pusat gedim düz hardadır oraya. Necə Atam Hasım idi? mağazində işləyib ora. Öz evimiz, əmim gelin. Əmlərim müəllim olub, mamam oğlu müəllim olub. Yəni ziyalı olmuşuq da belə. Həmin mən yox, mən oxumamışam. Mən o pırıqılkanla zad oynayırdıq belə. Beşdaş oynayırdıq, gizdanpaç oynayırdıq. Bayramlar necə keçirdi? Bayramlar çox əla. Tonqal qalayırdıq. Məsələ, anam o qapı, bu qapı Xonça qarı göndərirdi ki, bunu yanı filan kəsə. Kasıb evlərə çox gedirdik. Yəni deyirlər filan kəsin biraz varı var, kasıbı nəzərə almaq lazımdır. Yəni elə görmüşük, nə bilim valla. Bəs toylar necə olurdu? Toylar da qəşəng. Toylarda elə bil o vaxtı elçilər gedilirdi, hə verilirdi. Sonra kimin keyf istəyirdi, qoşulub gedirdi. Kimin də keyf istəyirdi, zağara zurnanı. 3 gün mənim toyum olub. Ən sevdiyim yemək balıqdır, xəngəldir, ərişdəli aşdı. Dolmadı, nədən versələr kavab hamısı yaxşı idi. Babamın biri ana dədəm köha olur. Ata dədəm də molla kimi da belə. Anam gildə daha mağazinçi olublar, atam da, anam da. Yəni onda çox mağazin yox idi bura kimi elə bil. Un vermək var idi. Qabaqçada mağazin evimizin yanında. Yəni atam gil orada işləyir, sonra da orada dalımında qardaşım. Elə müharibə vaxtı belə oradan təhvil təhsilim olub çıxıblar. Yuxularda hərədə oranın nəyinisə görürsünüzmü? Görürəm Allaha. Dənizdə birdən gedir paltar görürük. Onu görürəm, çimdiyimizi görürəm, hər şey. Oranın dənizin suyu ilə balıq pişirir, orada yeyir, çox ləzzətli. Siz bura gəlin köçəndən sonra da valideynləriniz bir müddət orada yaşadı. Çox, biz müharibə vaxtı, müharibə düşürmək. Atam bilir sözün düzü köçmək istəmirdi ki, yəni sülh olsun da. Yəni sülh olsun ki, hamı bir-birindən həmişə ki, mehriban olsun. Heç bizim ağlımıza elə şey gəlməzdi. Sonra da daha hamı köçəndən sonra da uşaqları göndərmiş da məcburiyyət qarşısında hamı çıxdı deyil, onlar da çıxdılar. Gəldi biraz burada qaldılar, sonra getdilər Bakıya, orada da rəhmətə gəldiler. Doğulduğunuz kəndə qayıda bilsəydiniz, ilk haranı ziyarət eləyərdiniz? Ən birinci öz evimizi, sonra məktəbimizi, nə bilim, belə qonşuları, hamısını yəni yada salardı, mənim evləri. Hansı musiqilərə, nəğmələrə qulaq asardınız? O vaxt çox Zeynəb Xanlarova qulaq asırdı. Yəni onda belə televizor zad yox idi. Harda, radioda olurdu. Sırazı qaça-qaça uşaqlar bizə yığılırdılar ki, bugün Zeynəb Xanlarovun konserti var, yəni oxuyacaq. Nə bilim, oyun havalarına bax belə. Çaylarımız qəşəng, kəndin ortasından qəşəng çay gedirdi. Hər yerdə sular, sellər, çox belə, yəni bərəkətli yer idi, Allah haqqı. Ata yurdum, bir də çoxu gördüyüm uşaqlarım, yəni sinif yoldaşlarımı görürəm düzdündə də, daha o qədər yox. Yəni o qədər yox da. Elçiliyə kimlər gedirdi qohumlardan? Ağsaqqallar, hər yerdə ağsaqqallar. Burada kim uşaq yox, indiki kimi ağsaqqallar. Salih seçilənlər, kimin kətdə hörməti var, çox adam ona aparırdı ki, yəni bu işətqaz olmasın. Çox söhbət elədiyim uşaqlar, sinif yoldaşlarım, nə bilim, bəzi ağsaqqallar, ağsaqqalsız yer heç nədir. İndi bilirsən, bəzi adam görsən üzünə gülür, düzdür. Amma sonra ayrı val olur da, orada yox. Ağızdan bir dənə nə söz çıxdı, söz oldu.
Doğulduğunuz kəndə elə bu gün qayıtsaydınız, siz hansı işlə məşğul olardınız? Ən birinci evimizi ziyarət edərdim. Sonra istədiklərimin evindən, eşiyindən, yəni maraqlanardım ki, görüm həmin şeylər yerindədir. Yerində deyil, onların hamısından, yəni o xatirələr danışsaq çox uzun gedər əvvəla, hər şey.